Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində dövlətimizin başçısı Braziliyanın aparıcı investisiya banklarından biri olan BTG Pactual şirkətinin sədri Andre Esteves, Vestas End Systems şirkətinin baş vitse-prezidenti Morten Dirholm, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus, DP World şirkətlər qrupunun sədri Sultan Əhməd bin Sulayim və Carlsberg Group şirkətinin baş icraçı direktoru Jakob Aarup Andersenlə görüşlər keçirib. Yanvarın 20-sində isə Prezident İlham Əliyev Davosda İraq-Kürdistan regionunun baş naziri Məsrur Bərzani və Finlandiya prezidenti Aleksandr Stubbla görüşüb. Həmin gün dövlətimizin başçısı Euronews televiziyasına müsahibə verib və Azərbaycan rəhbərliyi ilə Səhər yeməyi adlı tədbirdə iştirak edərək müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.